Scream. Üç yaşlı bu uşaq Allah kəlamını əzbərdən oxuyur. Üç yaşlı Zəhra Hüseyin Bakının Nizami rayonunda yaşayır. O 1 yaşından bəri Quran-ı Kərim oxumağı bacarır. Hələ səlis danışmağı belə bacarmayan 3 yaşlı uşaq Qurandan 37 surəni əzbərdən bilir. Özü də təcvidli şəkildə. Zəhranın Quran oxumasında və əzbərləməsində əsas işi anası görüb. Babası Hacı Hüseyin Ağa kişi də nəvəsinin bu məharətinə sevinir. Anadan olan vaxtdan onun laylası Quranla çalınmışdır. Quranın surələri oxunan vaxtı o diqqətlə qulaq asırdı ən körpə vaxtlarında. Artıq 1 yaşında olarkən o kiçik surələrdən İxlasdır, Fələqdir, Nasdır, bu surələri əzbər bilirdi. Baba nəvəsinin bu bacarığını Allah vergisi adlandırır. Təzə dil açandan, yəni bu çox inanılası bir şey deyil. Allah Teala onun bəxşidir və əlbəttə Allahın bəxşidir ki, 1 yaşında 3 surəni artıq o əzbər bilirdi. Hansı uşaqlar vaxtı artıq ya ata-ana sözü deyə bilirdi. Ondan sonra 2 yaşında 5-6 surəni, 7-8 surəni öyrəndi. Bismillahirrahmanirrahim. Vadduha velleyli izâ səcə mâ vadda'aka rabbuka və mâ qulâ və lel-âxiretu xayrun laka minel-ûlâ və lesawfe yu'tika rabbuka feterdâ alam yecidke yetimen fâvâ ve vecedeke dâllen fehedâ ve vecedeke âilen feaghnâ فأما اليتيم فلا تقهر وأما السائل فلا تنهر وأما بنعمة ربك فحدث